Təbiətin narıncı, möcüzəvi qidası, balqabağın sonsuz faydaları. Bilirsinizmi, balqabaq təkcə dadlı yemək deyil, o orqanizm üçün əsl vitamin bombasıdır. Tərkibində A, C, E, K vitaminləri, həmçinin kalium, dəmir, sink və lif var. Bu qarışım bədəni gücləndirir, immuniteti möhkəmləndirir, dərini cavan saxlayır. Balqabaq göz sağlamlığı üçün xüsusilə vacibdir. Çünki onun tərkibindəki beta-karotin bədəndə A vitamininə çevrilir. Nəticədə gözlər daha sağlam, baxış daha aydın olur. Eyni zamanda balqabaq qaraciyəri təmizləyir, xolesterini azaldır və ürəyi qoruyur. Yəni həm bədən, həm də ürək üçün əsl təbii qalxandır. Bəs balqabaq suyu? Təzə sıxılmış balqabaq şirəsi böyrəkləri təmizləyir, qan təzyiqini tənzimləyir, hətta yuxunu sakitləşdirir. Axşam içilən yarım stəkan balqabaq suyu sinir sistemini sakitləşdirir və rahat yuxu gətirir. Amma unutmayın, hər faydalı şeyin də miqdarı vacibdir. Gündə yarım stəkan, yəni 100-150 ml kifayətdir. Hamilə qadınlar və mədə problemi olanlar isə içmədən əvvəl həkimlə məsləhətləşsin. Tərəvəzin vitamin və mineral dəyərlərini itirməməsi üçün yemək istədiyiniz zaman qabığını soyub doğrayın.